Bakı Dövlət Universitetində Konstitusiya və Suverenlik ili çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçiliyimizin tarixi, hüquqi və siyasi iqtisadi əsası kimi mövzusunda Respublika Elmi Konfransının açılış mərasimi keçirilib. Tədbirdən əvvəl BDO kollektivi Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub. Konfrans BDO-nun akt zalında davam edib. Əvvəlcə dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən BDO-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamı ilə 2025-ci ili ölkəmizdə Konstitusiya və Suverenlik ili elan edilib. O, Bakı Dövlət Universitetinin bu istiqamətdə xüsusi rolunu da vurğulayıb. Rektor bildirib ki, bugünkü konfrans bu sənədin mahiyyətini daha dərindən anlamağa, onu elmi və praktiki prizmadan yenidən qiymətləndirməyə imkan verəcək. İştirak edən qonaqlar çıxışlarında konfransın konstitusiya quruculuğu və hüquq elminin inkişafına mühüm töhfə verəcəyini bildirib, tədbirin işinə uğurlar arzulayıblar. Tədbir bölmə iclasları ilə işini davam etdirib. Zəhra Niftiyeva, Zahid İbrahimov, BDO Xəbər.